Klaviaturayla daxil edilmiş ən sadə müxtəlif natural ədədlər ardıcıllığından ilk tək ədədlə ilk cüt ədədin cəmini çıxışa verən proqramı Python dilində yazın. Ardıcıllıqda ən azı bir tək və bir cüt ədəd mövcuddur. Əvvəlcə n sayını daxil edirəm. Daha sonra həmin ədədlər içərisində tək və cüt ədədləri ayırmaq üçün 2 ədəd siyahı yaradıram. Tək ədədlər üçün bir siyahı, cüt ədədlər üçün isə bir siyahı yaradıram. Sonra n dəfə həmin o daxil etmə prosesini icra etmək üçün, çünki mən n dənə ədəd daxil edəcəmsə, mən n dəfə daxil etmə prosesi icra edirəmsə, nə etməliyəm? Bir dövr açmalıyam və bu dövr n dəfə işləməlidir. Birdən başlayır, n-ə qədər gedir. Yəni n dəfə eyni prosesi təkrarlamış olacaq. Bir ədəd götürürük, məsələn a ədədi olsun. A ədədi daxil edilir və həmin a ədədi yoxlanılır. Əgər ki, həmin a ədədi cüt olarsa, cüt olma şərtini necə verəcəm? If a 2-yə bölünərkən qalığında 0 alınırsa, yəni 2-yə tam bölünürsə, bu nədir deməli? Cüt ədəddir də. Bu zaman bunu nə edirik? Cütə daxil edirik. Cüt.append a ədədi. Yox, əgər ki, tərsidirsə, yəni ki, 2-yə bölünəndə qalıqda 0 yox, 1 alınırsa, yəni təkdirsə, bunu hansına daxil etsin? Tək siyahısına daxil etsin. Daha sonra isə artıq siyahı bu dövrün sonunda hazır olmuş olur. Biz nə lazımdır? İlk tək və ilk cüt ədədin cəmi. Printin daxilində belə yazaram. Tək ədədin, yəni təklər siyahısının birinci elementi, yəni 0-cı indeksi, hansı ki bu ilk siyahıya daxil olan, yəni ilk ədəddir. Cütlər siyahısında da ilk elementi nəzərə alıram və cəmləyirəm. Və bununla da proqram hazır olmuş olur.